Salam, xoş gördük hər birinizi. Bugün aprel ayının 20-si 2026-cı il tarixində biz Logos Lab platforması vasitəsilə 22-ci müzakirəmizə başlayırıq. Və bu günləri bizim müzakirə üçün seçmiş olduğumuz mövzu insan öz beynini dəyişə bilərmi? Yəni biz bu mövzunu müzakirə edəcəyik. Və təbii ilk sualımız belə ola bilər. Yəni bu sualdan sonra, yəni bu sualların cavablandırılmasına keçid almaq üçün biz aşağıdakı sualı da ünvanlaya bilərik. Yəni, ümumiyyətlə insan niyə öz beynini dəyişmək ehtiyacını hiss etmiş olsun? Yəni insan niyə düşünə bilər ki, öz beynini dəyişmək istəyir? Yəni bu istəyi yaradan zərurət nədən ibarətdir? Yəni bu suala əgər biz birbaşa cavab verməli olarıqsa, əgər insan gündəlik həyatında özünü xoşbəxt hiss etmirsə, mental baxımdan diskomfort yaşayırsa, deməli artıq bunun yalnız bir müalicə vasitəsi vardır. Yəni təbii bu müxtəlif vasitələr, yolları biz nəzərdə tutmuruq. Yəni müəyyən bir dərman preparatlarının qəbul edilməsi ola bilər, müəyyən bir meditasiyanın həyata keçirilməsi ola bilər və s. Yəni bunlar sadəcə bir yollar, bir üsullardır, amma son nəticədə bütün bu üsulların, bütün bu yolların tətbiq sahəsi insanın beyninə olan təsir effektidir. Əgər insan öz beynini dəyişməzsə, əgər insan öz beyninin vəziyyətini dəyişməzsə, onda insanın mental sistemində heç bir şey dəyişməyəcək. Konkret bir halda əgər insan əzab çəkirsə və həyatından məmnun deyilsə, mental diskomfort yaşayırsa, beyin dəyişmədikcə, yəni bu mental sistem, bu psixi vəziyyət davamlı olaraq insan həyatında müşahidə ediləcək. Və bu aspektdən biz çıxış edəriksə, yəni insanın həyatında baş verən bütün mental diskomfortlar, bədbəxtliklər, əzablar, stres və s. Yəni bunun ilkin səbəbi bu insanın beynidir. Əgər insan əzab çəkirsə, səbəb beyindir. Əgər insan artıq əzab çəkmək istəmirsə, biz bu səbəbi aradan qaldırmalıyıq. Beləliklə, biz keçid ala bilərik. Yəni bu yanaşmanın arxasında bir elm dayanır, yoxsa yox. Yəni biz niyə hesab edirik ki, insanın həyatında baş verən bütün mental diskomfort, stres, əsəb, bədbəxtlik hissləri, yəni bu qəbildən olan bütün negativ fenomenlərin səbəbi insan beynidir. Yəni biz bu nəticəyə hardan gəlib çıxmışıq? Əgər biz elmə müraciət edəriksə, məsələn, nevropsixologiya və ya nevroelmin özü, yəni bu elmlərin çərçivəsində biz aydın bir səbəbiyyət xəttini müşahidə edə bilərik. Yəni səbəbiyyət deyəndə bu insan beyni səbəb funksiyasını icra edir və insanın mental sistemi bu nəticə funksiyasını icra edir. Əgər səbəbdə hər hansı bir atributlar müşahidə edilirsə, səbəbiyyət zənciri üzrə həmin atributlar səbəbdən nəticəyə öz təsir effektini göstərmiş olur. Sadə desək, yəni insan beynində baş verən hər hansı bir dəyişiklik, həmin dəyişikliyin şərtləndirilmiş olduğu mental fenomenlərdə də dəyişikliklərin yaranmasını qaçınılmaz edir. Əgər biz əzab çəkiriksə, bu mental bir vəziyyətdirsə, deməli bunun səbəbi olmalıdır. Bu insan beynində baş verən nevrodinamik aktivlikdir. Və yaxud əksinə, yəni nəticə varsa, yəni başqa sözlə, onun mütləq səbəb olmalıdır, səbəb bu beyin vəziyyətidir. Və yaxud əgər səbəb vardırsa, bunun mütləq nəticəsi olmalıdır. Yəni beyində bizim qeydə aldığımız hər hansı bir X adlandıra biləcəyimiz nevrodinamik aktivlik varsa və bu aktivlik insanda mental diskomfortun yaranmasını şərtləndirən bir səbəblər çoxluğuna daxildirsə, deməli biz zəruri şəkildə insanda, yəni şərtləndirilən hadisəni, mental diskomfortu müşahidə edə biləcəyik. Başqa sözlə, əgər bir cümlə ilə ifadə etməli olsaq, beyində nə baş verirsə, mental sistemdə də bu öz əksini göstərir.
və ya əksinə olaraq. Əgər mental sistemdə biz hər hansı bir dəyişiklik müşahidə edə biliriksə, yəni bu zəruri şəkildə beyində də baş verən dəyişiklik ilə koordinasiya edilir. Yəni bunu həmişə biz yadda saxlayacağıq. Amma burada biz səbəbiyyət prinsipi deyəndə bunu biz bir xətli yalnız beynin zehin üzərində, beynin mental vəziyyət üzərində olan səbəbiyyəti ilə məhdudlaşdırmalı deyilik. Yəni mental vəziyyətin özündə dəyişiklik baş verirsə, insanın mental sistemində, zehni sistemində fərqli bir hadisələrə başlanğıc verilirsə, bu zəruri şəkildə əks əlaqə olaraq insan beynində də dəyişikliyin baş verməsini şərtləndirir. Yəni bu bir növ səbəbin, yəni əgər biz beyni səbəb, zehni, mental sistemi nəticə kimi qəbul ediriksə, artıq ikinci tərtibdən olan hadisələr silsiləsində bizim zehnimiz, bizim mental sistemimiz bu səbəb funksiyasını icra edir və əks əlaqə olaraq bizim beyin vəziyyətimizdə müvafiq dəyişikliyi yaratmış olur. Başqa sözlə, əgər biz müxtəlif üsullar, vasitələr ilə əgər zehni fəaliyyətimizin dəyişilməsinə səbəb ola biləriksə, tədricən mental vəziyyətimizi diskomfortdan komfort vəziyyətinə keçirilməsi üçün bir zəmin yarada biləriksə və əgər bu qalıcı hal almağa başlayırsa, bu insan beynində də neyronlar arasında yeni əlaqələrin qurulması, yeni bağlantıların yaranması, yeni bir konfigurasiyanın formalaşması ilə nəticələnmiş olur. Və bu davamlı olduqca isə, yəni zehni fəaliyyətimizdə, mental vəziyyətimizdə pozitiv, komfort yaradan, xoşbəxtlik doğuran, yəni bu qəbildən olan pozitiv fenomenlər, pozitiv hadisələrin baş verməsi davamlı olduqca, onun şərtləndirmiş olduğu beyində yeni formalaşan konfigurasiyada qalıcı olmaqda davam edir. Və sonraki tərtibdən artıq yeni formalaşmış konfigurasiya, yəni neyronlar arasında qurulmuş olan yeni bağlantı, yəni təkrar olaraq bizim mental sistemimizə təsir göstərməyə başlayır. Yəni əgər yeni bir bağlantı bu komfort yaratmağın bir səbəbi kimi çıxış edirsə, biz komfort hiss etməyə başlayırıq. Əgər yeni formalaşan konfigurasiya bu xoşbəxtlik hisslərinin formalaşmasını şərtləndirirsə, biz özümüzü artıq xoşbəxt hiss etməyə başlayırıq və s. Yəni başqa sözlə biz burada beyindən mental sistemə olan təsir effektindən danışan zaman həmişə unutmamalı olduğumuz bir məqam da vardır ki, mental sistemdə əks əlaqə olaraq bizim beyin vəziyyətimizdə həmin təsiri əks etdirməyi bacarır. Və bu aspektdən biz çıxış edəriksə, deməli əslində biz beyin və zehin anlayışlarını, yəni beyin vəziyyəti və mental vəziyyət anlayışlarını bir-birindən bir qəti sədd ilə ayırmalı deyilik. Yəni əslində bunlar bir-birini tamamlayan, bir-birinə əks təsir göstərən və vahid bir sistemin ayrılmaz integral tərkib hissələridir. Yəni biz daha doğru olardır ki, beyindən və zehindən deyil, beyin və zehindən danışaq. Yəni eyni zamanda, yəni eyni bir sistemin ayrılmaz tərkib hissələri olaraq beyin və zehnin əks əlaqə sistemi kontekstində insanın mental sistemini, mental sağlamlığını biz qiymətləndirməyə başlayaq. Və məhz bu aspektin özü, yəni insan beyni dəyişə bilərmi sualının açar mövzusuna keçid almağa imkan verir. Yəni aydındır ki, insanın öz beyni dəyişməsi, yəni fiziki olaraq bu mümkün deyil. Yəni insan dünyaya gəlməzdən əvvəl təbii ki, öz beynini sifariş etmək iqtidarında deyil. Yəni bizim beynimizin hansı atributlara malik olması, yəni pay mərkəzləri arasında proporsiyanın hansı göstəricilərə malik olması, yəni bu qəbildən olan digər atributlar, bunlar genetik informasiya vasitəsilə avtomatik təyin edilir. Yəni bizim burada seçim edə bilmək imkanımız yoxdur və biz dünyaya gəldikdən sonra da, yəni ilkin günlərdən etibarən, yəni ətraf mühitin təsir dinamikası altında
beynimizdə hansı dəyişiklik baş verirsə, hansı konfigurasiyalar qurulursa, yəni informasiyanın alqoritmik ardıcıllığı necə formalaşırsa, biz təbii ki, buna təsir etmək gücündə deyilik. Və biz yalnız müəyyən bir yaş dövründən sonra özümüzün mental sistemimizdə müşahidə edə biləcəyimiz negativlik, diskomfort, əzab çəkmə və bu qəbildən olan digər negativ hadisələri müşahidə edə bilirik və biz bilirik ki, bütün bunların səbəbi hamısı bizim beynimizdir, yəni beyin vəziyyətimizdir. Amma biz beynimizi fiziki olaraq dəyişmək iqtidarında deyilik. Yəni bu bir növ beyin transplantasiya beynin köçürülməsi anlayışına gəlib çıxmış olardı ki, bu ümumiyyətlə həm elmin müasir inkişaf səviyyəsi baxımından mümkün deyil. Elm hələ həmin inkişaf səviyyəsinə gəlib çata bilməyib, amma hətta çatmış olsaydı belə, yəni bu etik cəhətdən mümkün olardımı? Yəni bu özü də ciddi bir problematik sualdır. Yəni əgər bizim şəxsiyyət tipindən başlayaraq identifikasiya məsələlərinə qədər hər biri beynimiz ilə bağlıdırsa, yəni hətta hipotetik cəhətdən biz öz beynimizi başqa beyin ilə əvəzləmiş olsaydıq, yəni beynimizdən imtina edib yeni bir beyni transplant etmiş olsaydıq, onda biz artıq bizim özümüzü xarakterizə edən, özümüzü var edən bütün əlamətlərdən imtina etmiş olardıq və yaxud onları itirmiş olardıq. Yəni etik cəhətdən də təbii ki, insan beyninin köçürülməsi bu ola bilsin ki, ümumiyyətlə heç bir zaman mümkün olmayacaq. Amma istənilən halda beynin dəyişdirilməsi mümkündür. Amma beynin dəyişdirilməsi mümkündür. Yəni bu suala keçid almazdan əvvəl bu niyə vacibdir? Yəni başqa sözlə bizim beynimiz potensial cəhətdən hansı alternativlərə malik ola bilər? Yəni statistik baxımdan çox maraqlı bir elmin gəldiyi nəticə var. Yəni biz hesab etsək ki, insanın mərkəzi sinir sistemi bu təqribən 100 milyard neyrondan ibarətdir və bu 100 milyard neyrondan hər birinin potensial cəhətdən 5000 digər neyron ilə informasiya mübadiləsinə daxil ola bilmə potensialı vardır. Yəni sinaps əlaqələrinə daxil ola bilmə potensialı vardır. Və bu halda deməli informasiyanın da ya ötürülməsi ya da bloklanması mümkündür. Yəni bir neyrondan digər neyrona ötürülən informasiya ya qəbul edilə bilər, ya bloklana bilər. Yəni bütöv bu hadisələrin hamısını biz nəzərə alarıqsa, deməli insan beyninin mümkün vəziyyəti təqribən 10 üstü milyona bərabər ədəd ilə qiymətləndirilir. Yəni bu olduqca böyük bir ədəddir. Yəni bu bir və ardınca milyon dənə sıfırın yazılması ilə ifadə ediləcək böyük bir sayda rəqəmdir. Təsəvvür edin ki, insan beyni bir və ardınca milyon dəfə bizim yaza biləcəyimiz sıfır sayda müxtəlif alternativlərə malik ola bilər. Yəni bizim cüzi hesab etdiyimiz, bizim əhəmiyyətsiz hesab etdiyimiz hər hansı bir düşüncə, hər hansı bir təcrübə, yaşadığımız ən kiçik bir hadisə belə, yəni bizim beynimizdə qalıcı effektə malik ola bilər, bizim beynimizdə fərqli bir alternativin yaranmasına gətirib çıxara bilər. Yəni bu bir növ kiçik bir mental hadisənin gələcəkdə daha böyük, daha qalıcı bir hadisələrin, istər beyin, istər zehin kontekstində fenomenlərin təzahür etməsi ilə nəticələnə bilər. Və buna görə də bizim beynimiz olduqca unikal bir sistemdir. Yəni bu unikallığına görə hətta bizim sonsuz kainatda müşahidə edə biləcəyimiz qədər, öyrənə biləcəyimiz qədər materiya arasında ən mürəkkəb quruluşa, ən mürəkkəb struktura malik olan bir nümunədir. Yəni sözün əsl mənasında hər bir insan öz çiyinləri üzərində, öz kəllə qutusunun içərisində, yəni öyrənilən, elmin araşdıra biləcəyi ən mürəkkəb materiyanı daşımış vəziyyətdədir. Və buna görə də beynimizin həmişə biz qədrini təbii ki bilməliyik. Və biz beyin haqqında danışan zaman da, yəni beyni çox sadə olaraq, məsələn, X-pay mərkəzinin, məsələn, Y davranışını şərtləndirməsi,
veya hər hansı bir X pay mərkəzinin Z mental sistemini şərtləndirməsi deyən zaman aslında bu qoyulan məsələnin olduqca sadələşdirilməsidir. Yəni bir növ bəsitləşdirilməsidir. Yəni əksər mental funksiyalar baxımından biz çıxış edəriksə, məsələn, diqqətin formalaşması, azad iradənin, yəni qərar qəbul etmə potensialının mümkün olması və ya emosiyaların yaranması, yəni bu konkret olaraq seçmiş olduğumuz hər hansı bir pay mərkəzi ilə bağlı deyil. Yəni burada əslində bir neçə pay mərkəzi arasında koordinasiya edilmiş şəkildə qarşılıqlı əlaqə, mürəkkəb neurodinamik hadisələr zənciri baş verir və biz sonda hər hansı bir mental vəziyyətə gəlib çıxa bilirik. Qərar qəbul edə bilirik, emosional vəziyyətimiz formalaşır və s. Və buna görə də yəni beynin bir pay mərkəzi konkret bir davranışı şərtləndirir, beynin digər pay mərkəzi konkret bir mental vəziyyətin formalaşmasına gətirib çıxarır. Yəni bu əslində məsələnin olduqca sadələşdirilməsindən başqa bir şey deyil. Yəni beyin olduqca mürəkkəbdir. Hətta beynin də qeyd etdiyim kimi ayrılıqda öyrənilməsi, ayrılıqda qəbul edilməsi də mümkün deyil. Yəni beyin və zehin bu eyni sistemin, vahid bir sistemin ayrılmaz tərkib hissələridir. Yəni alt sistemləridir. Və biz gəlsək məsələmizin qoyulan sualın əsas hissəsinə, yəni insan beyni dəyişə bilərmi? Bəli, bu mümkündür. Amma necə dəyişə bilər? Yəni bunun bir tibbi tərəfi vardır. Yəni dərman preparatları qəbul edilən hər hansı bir fiziki tərkibli substansiyalar, yəni bunlar təbii ki insanın biosisteminə təsir göstərir və bu da zəruri şəkildə beyin vəziyyətlərinin də dəyişməsinə və beyin vəziyyətləri ilə paralel olaraq mental vəziyyətlərin də dəyişməsinə gətirib çıxarır. Amma təbii ki, indi bizim müzakirə etmək istədiyimiz bugünkü analiz, bugünkü mövzu bu dərman preparatları və bu qəbildən olan digər maddi tərkibli bir cisimlər haqqında deyildir. Bu sadəcə bizim, yəni hər bir insanın gündəlik həyatda tətbiq edə biləcəyi bir praktik üsullar, praktik metodlar vardır. Və əslində qədim şərq ənənələri, məsələn biz yoga, buddizm, bu qəbildən olan sistemlərə baxarıqsa, yəni bunların birbaşa olaraq təsir effekti, yəni insan beyninin dəyişilməsinə hesablanıb. Yəni bu yalnız təbii ki, yalnız uzaq şərq təlimləri ilə bağlı deyil və ya ümumiyyətlə şərq təlimləri ilə bağlı deyil. Yəni prinsip etibarilə biz hər hansı bir dini, mistik təcrübəni də götürmüş olarıqsa, düzdür, dinlər də adətən qeyd edirlər, hamısı şərq təfəkkürünün məhsuludur. Amma demək istədiyim odur ki, yalnız biz buddizmə və yogaya nəzərən deyil. Məsələn, İslam, Xristiyanlıq, Yahudilik və digər dini sistemlər, onun bir mistik tərəflərində, yəni hər bir halda əgər insanın mental vəziyyətinə təsir göstərən nəsə varsa, deməli bu zəruri şəkildə insan beynində də qalıcı bir konfigurasiyalar formalaşdırır. Yəni neyronlar arasında yeni bir bağlantının qurulması ilə nəticələnir. Yəni bizim gündəlik həyatda müşahidə etdiyimiz hər hansı bir rituallar, məsələn namazın qılınması və yaxud kilsədə duanın oxunulması və ya müəyyən bir meditasiyanın həyata keçirilməsi, bu yalnız bir dini ibadət üçün ola bilsin ki, nəzərdə tutulmayıb. Yəni bunun bir insanın mental və beyin vəziyyətinə qalıcı təsir effektlərinin olması şübhəsizdir. Amma bu günləri bizim diqqət mərkəzində saxladığımız, yəni bu buddizm təlimi, yoga təlimi çərçivəsində hansı bir praktik məsələlərin olub-olmamasıdır. Yəni diqqət mərkəzində bunu saxlamaq istəyirik. Amma bir daha vurğulayırıq, yəni digər dinlərdə, digər ritualistik deyək ki, təcrübələrdə də oxşar təsir effektlərinin alınması mümkündür. Yəni buddizm, yoga təlimində əsas 3 metoddan istifadə edilir. Yəni bu, əgər ardıcıllıq ilə qeyd etsək, bu fəzilət, ikincisi bu diqqətlilik, ingilis dilində mindfulness deyilən bir
bir texnikdir, bir üsuldur və yaxud bunun digər adı bu konsentrasiya adlanır və dördüncüsü bu müdriklikdir. Yəni əgər biz 3 üsul üzərində çalışarıqsa, yəni fəzilət, diqqətlilik və ya konsentrasiya və üçüncü də hikmət və ya müdriklik üzərində çalışarıqsa, bu insan beynində qalıcı bir effektin, müsbət bir effektin yaranması ilə nəticələnə bilər. Birinci başlayaq fəzilətdən. Yəni fəzilət dediyimiz nəyi nəzərdə tutur? Yəni buddizm və yoga sistemləri çərçivəsində, yəni fəzilət dediyimiz bu düzgün davranışın, düzgün sözlərin və düzgün düşüncənin seçilməsi, onların idarə edilməsi ilə bağlıdır. Yəni insan hər hansı bir davranışı icra etməzdən qabaq, hər hansı bir sözü deməzdən qabaq, nəyisə düşünməzdən qabaq, onun təsir effektlərini nəzərə almalıdır. Əgər bu təsir effekti insanın özünə və ya yaxın çevrəsinə daha çox zərər gətirə bilərsə, bundan qaçmalıdır. Amma əksinə, insanın özünə və yaxın çevrəsinə daha çox fayda gətirə bilərsə, məhz belə bir sözlərə, davranışlara və düşüncələrə meyl etməlidir. Və bu təbii ki, buddizm və yoga bu bir növ mistik meditativ təcrübənin məhsuludur və tarixi elmdən çox əvvəllərə, min illiklərə gedib çıxmış bir üsuldur. Amma elmi cəhətdən bunun təsir effekti nevropsixologiyada, nevroelmdə təsdiqlənmişdir. Yəni bu şəkildə əgər biz davranarıqsa, yalnız faydalı olan, daha çox faydalı olan sözlər, davranışlar və düşüncələri tərbiyə edəriksə, bu insanın insan beynində konkret pay mərkəzlərinə müsbət təsir göstərmiş olur. Əgər biz bunların adlarını çəkmiş olarıqsa, yəni fəzilət, fəzilətli davranış, söz, düşüncələr beyində prefrontal korteks, yəni həmin hissənin fəaliyyətinə müsbət təsir göstərir. Bütövlükdə avtonom parasimpatetik sistemə müsbət təsir göstərir. Eyni zamanda insan beynində limbik sistemin fəaliyyətinə müsbət təsir göstərmiş olur. Və burada son nəticədə insanlar arasında empatiya, mərhəmət və sevgi, yəni belə bir müsbət emosiyalar tərbiyə olunmağa başlayır. Hətta biz qısaca olaraq həmin beynin həmin pay mərkəzlərinin də funksiyalarına baxarıqsa, əslində yalnız bir fəzilətli davranışın, sözün və ya düşüncələrin, yəni insan beynində nə qədər müsbət bir təsir effektinə malik ola biləcəyinə də şahidlik edə bilərik. Məsələn, prefrontal korteks dediyimiz həmin pay mərkəzi, yəni bunun insan həyatında önəmi olduqca mühümdür. Yəni bu müəyyən bir davranışların nizamlanması, əgər insanın məsələn amigdalada formalaşan olan bir dağıdıcılığa, destruktiv davranışa olan meyl varsa, bu məsələn prefrontal korteksdə nizamlanır və bunun qarşısı alınmış olur. Yəni bir növ bir senzura sistemini, yəni bir qabaqlayıcı, çəkindirici bir davranışın meydana çıxmasını şərtləndirir. Eyni zamanda qərar qəbul etmə, planlama, problem həll etmə kimi vacib funksiyaların idarə edilməsi ilə bağlıdır. Və bu baxımdan biz çıxış edəriksə, prefrontal korteks, yəni bu insanın sosial davranışının və özünü cəmiyyətə təqdim etmə, yəni öz şəxsiyyətini formalaşdırma, yəni bu kimi mühüm funksiyaların icra edilməsi ilə birbaşa bağlıdır. Əgər həmin prefrontal korteksdə əgər qalıcı bir müsbət təsir effektini formalaşdırmaq mümkündürsə, yəni bu insanın, yəni sosial davranışdan və özünü cəmiyyətə təqdim etmə, öz şəxsiyyətini formalaşdırmadan başlayaraq, yəni qərar qəbul etmə, problem həll etmə, müəyyən bir destruktiv davranışları önləmə, yəni bu kimi sahəyə qədər müxtəlif aspektlərdən insan həyatında müsbət dəyişikliklərə yol aça bilər. Yəni olduqca vacib bir sahədir. Və ikinci qeyd etdiyimiz, yəni parasimpatetik neyronal sistem, yəni bu deməli avtonom neyronal sistemdir və bu
Bildiyimiz kimi insanın neuronal sistemində vacib olan bir-biri ilə əkslik təşkil edən simpatetik və parasimpatetik neuronal sistemlərdir. Yəni simpatetik bunu bir kənara qoysaq, yəni parasimpatetik nə ilə bağlıdır? Yəni bu əgər bir mənalı qeyd etsək, bir cümlə ilə qeyd etsək, dincəlmək və həzm etmək funksiyası, yəni bununla bağlıdır. İngilis dilində rest and digest, yəni belə bir vəziyyət ilə bağlıdır. Yəni vacib olan, yəni bu insan enerjisinin toplanılması, qorunulması, insan vücudunun stressdən sonra sakitləşməsi, bir mental komforta gətirib çıxarması ilə xarakterizə olunan bir avtonom neuronal bir sistemdir. Yəni bu zaman ürək döyüntüləri aşağı düşür, qan təzyiqi aşağı düşür və insan sanki stressdən, gərginlikdən sonra bir komfort, bir sakitləşmə, bir harmoniya vəziyyətinə doğru geri qayıtmağa başlayır. Yəni fəzilətli davranışdır, sözdür və düşüncələr, yəni bu qəbildən olan və insan həyatı üçün önəm kəsb edən bir avtonom neuronal sistemin də fəaliyyətinə müsbət təsir göstərmiş olur. Və üçüncü müsbət təsir effekti bu limbik sistemdir və biz limbik sistem haqqında nə deyə bilərik? Limbik sistemdə, yəni neokorteks, yəni insanın rasional düşüncəsi ilə insanın sağ qalma instinktini idarə edən beyin, brainstem adlanır ingilis dilində. Səhv etmirəmsə beyin sapı kimi tərcümə edilir bizim dilə. Yəni beyin sapı arasında bir körpü funksiyasını icra edir, bir körpü funksiyasını daşıyır və bizim emosiyalarımız, davranışımız, motivasiya və yaddaşımızın idarə edilməsi ilə bağlıdır. Yəni başqa sözlə fəzilətli ola biləcək hər bir şey, yəni bu insanın yaddaşı, insanın davranışı, motivasiyası, emosional vəziyyətinə olduqca müsbət təsir göstərə bilir. Çünki limbik sistem vasitəsilə bunları idarə etməyə başlayır. Və əgər biz keçid alsaq, yəni əvvəldə qeyd etdiyimiz, yəni fəzilətdən sonra diqqətlilik və ya konsentrasiya, yəni bu da insan üçün olduqca vacib olan bir funksional sistemdir. Yəni bu birbaşa olaraq insanın öz daxili dünyasında və insanın xarici dünyada məhz nəyə diqqət yetirməli olduğunu müəyyənləşdirir. Yəni bir halda ki, insan yalnız diqqət yetirdiyi bir şeyləri öyrənməyə başlayır və bu zaman insan əslində nəyi öyrənə biləcəyi, nəyi öyrənməli olduğuna dair də düzgün seçim etmiş olur. Yəni insanın həyatda ən çox diskomfort, əzab çəkməsinə səbəb olan, qarşısına qoyduğu məqsədlərə çatmamasını şərtləndirən mühüm bir məsələlərdən biri də insanda diqqət zəifliyidir. Əgər diqqət zəifliyi varsa, diqqətin yayınması bir problemi vardırsa, insan adını qeyd etdiyim o negativ təsirlərdən xilas ola bilməyəcək. Amma diqqətlilik vasitəsilə, mindfulness vasitəsilə məhz bu konsentrasiyanın gücləndirilməsi mümkündür. Və hikmət və ya müdriklik kimi adlandıra biləcəyimiz bu üçüncü metod, üçüncü üsul isə insana imkan verir ki, ona əzab verən səbəbləri, insana əzab verə biləcək səbəbləri müəyyənləşdirə bilsin, onlardan qaçmağa çalışsın və həyatını quran zaman, yəni həyatda seçim edən zaman ona daha az həzz gətirən, yəni müvəqqəti həzz gətirən məsələlərdən daha çox qalıcı həzz gətirən, insanı xoşbəxt edə biləcək bir məsələlər üzərində seçim etmiş olsun. Yəni təbii ki, bu buddizm, yoga, meditativ bir təcrübələridir və bunların üzərində daha geniş dayanmaq mümkündür. Təbii ki, mən özümü nəzərdə tutmuram. Yəni bu sahədə geniş təcrübəsi olan, 10 illiklərlə meditativ təcrübə qazanan insanların bu sahədə paylaşa biləcəkləri təcrübələr daha genişdir. Mənim sadəcə diqqət mərkəzinə gətirmək istədiyim odur ki, yəni bu qəbildən olan üsullar, yəni sadə bir prosedurlar vasitəsilə insan öz zehnini və dolayısıyla beynini kontrol altına ala bilər və mənfidən müsbətə doğru öz həyatında çox ciddi dəyişikliklərə səbəb ola bilər.
Və elmi cəhətdən də bunun əsaslandırılması varmı? Əlbəttə var. Qeyd etdiyim kimi, yəni biz əslində bu meditativ təcrübənin bir paralel şəkildə nevropsixologiya və nevroelm aspektində də izahlarına müraciət edə bilərik. Və yeri gəlmişkən, yəni fəziyyət beynin hansı funksiyası ilə bağlıdır? Yəni nevropsixologiya və nevroelmdə aparılmış tədqiqatlara əsasən fəziyyət dediyimiz, yəni bu beynin nizamlama funksiyası ilə birbaşa bağlıdır. Yəni biz qeyd edəndə, yəni insanın daha çox özünə və ətrafdakı insanlar üçün faydalı olan düşüncə, davranış və seçimlərə qarşı diqqətli olması, onlara üstünlük verməsindən danışırıqsa, bu əslində insan həyatında bir nizamlayıcı sistemin, yəni insan beynində bir nizamlayıcı sistemin işə düşməsini sürətləndirir, onun fəaliyyətini optimallaşdırır. Diqqətlilik, yəni adından göründüyü kimi bu konsentrasiya ilə bağlıdır və konsentrasiyada insanın öyrənmə prosesini stimullaşdırır. Yəni bizim öyrənmə ilə bağlı olan bütün problemlərimiz çox böyük ölçüdə məhz konsentrasiya, diqqət ilə bağlı olan səbəblərdən qaynaqlanır. Yəni fərqi yoxdur da biz nəyi öyrənirik. Bu yeni bir elmi bilikdir, yoxsa hər hansı bir bacarıqdır. Yəni bunların hər biri, yəni insan anadan gələndən dünyasını dəyişənə qədər əslində öyrənməlidir. Çünki öyrənmə bu beyində neyronlar arasında davamlı olaraq yeni bir konfigurasiyanın formalaşmasını şərtləndirir. İnsan beynini daha elastik edir və daha dinamik edir. Beyni qocalmaqdan qoruyur və xüsusilə yaşlı dönəmlərdə, yəni insanın yaşının artdığı dönəmlərdə müxtəlif beyin xəstəliklərinin, əqli qüsurların meydana gəlməsi riskini aşağı salır. Bir növ önləyici bir rol oynamış olur. Və müdriklik bu nə ilə bağlıdır? Bu da beynin seçim funksiyası ilə paralel qiymətləndirilə bilər. Yəni insan əgər insanın beynində seçim funksiyası optimaldırsa, aktivdirsə, insan nə etmiş olacaq? Yəni ona əzab verən səbəblərdən qaçaraq və yaxud insana daha az həzz gətirən, bir müvəqqəti bir həzz yaşadan səbəblərdən qaçaraq daha qalıcı, daha onun üçün əhəmiyyət kəsb edən, gələcək həyatını şərtləndirən həzzlərə doğru düzgün seçim etmiş olacaq. Beləliklə, yəni bunun haqqında daha sonralar lazım gələrsə ətraflı müzakirə apara bilərik, amma gündəlik həyatda yəni biz bunu, yəni bu fəzilət, diqqətlilik, yəni müdriklik, yəni bu biz qeyd etdik, bunlar sadə bir üsullardır. Bunu praktik şəkildə hamı icra edə bilər, hamı həyata keçirə bilər. Yəni sizlərdən hər biriniz sabahdan bunların hər birini gündəlik həyatınızda asanlıqla tətbiq edə bilərsiniz. Burada çətin olan məqam bunların bir qalıcı effektini yaratmaqdır. Məsələn, meditasiya ilə məşğul olmadan diqqətin gücləndirilməsi mümkün deyil. Yəni mindfulness dediyimiz, diqqətlilik dediyimiz bu birbaşa olaraq nə ilə bağlıdır? Bu birbaşa olaraq deməli meditasiya ilə bağlıdır. Amma bir günlük meditasiya bu həmin qalıcı təsir effektini yaratmaq üçün kifayət etmir. Yəni qalıcı təsir effektinə malik olmaq üçün 10 illərlə meditativ bir təcrübəyə malik olmaq lazımdır. Yəni diqqətin mərkəzləşdirilməsi bu meditasiya vaxtı yalnız 5, 10, 15, 20 dəqiqə deyil, bəzən saatlarla davam edən bir potensialın açılması ilə bağlıdır. Amma gündəlik həyatımızda yəni olduqca sadə bir prosedurların da həyata keçirilməsi mümkündür. Yəni bu, məsələn, bir qəbildən bu nəfəs texnikasının düzgün idarə edilməsidir. Yəni bunu ola bilsin ki, çox tez-tez eşidə bilərik. Əgər bir stresli bir görüş vardırsa, bir stres anı vardırsa, bu zaman dərindən nəfəs alaraq nəfəsin bir neçə saniyə tutulması və tədricən buraxılması və bunun bir neçə dəfə təkrar edilməsi, yəni tədricən insanda sakitləşdirici, parasimpatetik, avtonom deyək ki, neyronal sistemin aktivləşməsinə səbəb olur. Yəni artıq bu üsul, bu texnik vasitəsilə insan öz stresini, narahatlığını azalda bilir. Olduqca effektiv üsullardan biridir. Sadədir, amma effektivdir. Tətbiq etmək mümkündür.
və yaxud insanı zaman zaman diskomfort vəziyyətinə gətirib çıxaran, yəni bizim acı təcrübələrimizin, yəni uğursuzluq ilə üzləşdiyimiz təcrübələrin yaddaşımızda uzun müddət qorunub saxlanılmasıdır və ya zaman zaman həmin uğursuzluğun, negativ təcrübənin yaddaşda bərpa olunmasıdır. Və bunun da bir təsir effektini azaltmaq üçün, yəni insanın sevdiyi, uğur qazandığı, ona bir pozitiv hisslər yaşadan, yəni digər xatirələrin süni şəkildə, yəni məqsədli şəkildə xatirədə canlandırılması, təsəvvürdə canlandırılması ola bilər. Yəni insan beyni elə bir şəkildə qurulmuşdur ki, əgər siz hətta ilk baxışda, ilk səylərdə bir iradi deyil, bir məqsədli şəkildə sizə xoş anlar yaşadan, sizi sevən insanlar ilə bağlı hər hansı bir xatirəni, yaddaşı canlandırmağa başlasanız, yəni bu tədricən sizə diskomfort yaradan, sizə əzab çəkməyə vadar edən həmin o negativ emosiyalar ilə bağlı olan yaddaşların itməsinə gətirib çıxarır. Yəni onun təsir effektini neytrallaşdırır və onun yox edilməsini şərtləndirə bilir. Və yaxud başqa bir şəkildə, yəni biz əgər zehnimizi sakitləşdirmək istəyiriksə, yəni müəyyən bir təlatümdən xilas olmaq istəyiriksə, yəni insan süni şəkildə ona xoşbəxtlik gətirən, yəni hər hansı bir hadisənin onun mental və beyin vəziyyətinə olan təsir effektini uzada bilər. Yəni bunun bir keçici bir ani olmasına deyil, bunun daha çox qalıcı təsir effektinə malik olmasına çalışa bilər və bu zamanda təbii ki, insan beynində dopaminin ifraz edilməsi, yəni dopamin adlı neurotransmitterin ifraz edilməsi səviyyəsi artmağa başlayır və dopamin də bildiyimiz kimi, yəni insanda çox müsbət təsir effektlərindən başqa həm də diqqətinin bir mərkəzdə qalması, yəni diqqət mərkəzinin inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Yəni belə, bugünə müzakirə etmək istədiklərim bu qədər. Təbii bu mövzulara biz daha sonra növbəti müzakirələrimizdə geri qayıda bilərik, amma istənilən halda, yəni insan beyni dəyişə bilərmi? Şübhəsiz ki, bunu dəyişmək lazımdırmı? Şübhəsiz ki. Yəni bunun üçün olduqca sadə təsir effektlərindən, texniklərindən, üsullarından istifadə etmək mümkündür, amma bu nə qədər sadə olmuş olsa belə, sadəcə bir gün, 10 gün, bir ay, bir il ərzində bu texniklərin, bu üsulların tətbiq edilməsi ola bilsin ki, uzun müddət üçün kifayət edəcək bir təsir effekti, qalıcı təsir effektinin yaranmasına gətirib çıxarmaya bilər. Və tam şəkildə insan beyninin potensialının açılması, optimal bir, pozitiv bir inkişaf dinamikasına qədəm qoyması üçün həmin sadə üsulların bəzən illərlə tətbiq edilməsi zərurəti yaranmış olur. Beləliklə, bugünə müzakirə etmək istədiklərim bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə hər kəsə təşəkkür edirəm.